الحمد لله الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله وكفى بالله شهيدا، وأشهد أن لا إله إلا الله وحده لا شريك له شهادة نرجو بها النجاة يوم الوعيد، وأشهد أن سيدنا ونبينا محمدًا عبده ورسوله وصفيه من خلقه وخليله، بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وجاهد في الله حق جهاده حتى أتاه اليقين. اللهم صل وسلم وبارك عليه وعلى آله الطيبين الطاهرين وصحابته الغر الميامين ومن تبعهم بإحسان إلى يوم الدين. أما بعد، فأوصيكم بتقوى الله، فإن تقوى الله خير زاد ليوم المعاد. Əziz değerli kardeşler, aziz Müslümanlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Çünki təqva qayıdış günü üçün ən xeyirli azıqədir. Sonra hörmətli Müslümanlar, tövsiyə edirəm, sevin Peyğəmbərinizi. O sadiqdir, doğru danışandır ve doğrulanandır, təsdiqlənəndir. Adem evladının ağasıdır, ilk şəfaət edən olacaq ve ilk şəfaəti qəbul olunan olacaq. Uca məqam sahibi, Məqamul Mahmudun sahibi, insanların yanına gələcək, Hovzun sahibi. Çünkü kıyamet günü herkes kaçacak, en yakın insanlardan belə. Kaçacak kişi kardeşinden, atasından, anasından, hayat yoldaşından, evladlarından. Herkesi meşgul edecek, ona yetecek bir işi olacak. Lakin o gün hamı bir nəfəri aktaracak. Aktaracak ki şəfaətçi olsun. Onlar üçün Rəblərinin yanında gələcəklər peyğəmbərlərə, bir gəzəcəklər onları. Dolaşıb nəhayət Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gələcəklər və deyəcək ki, ənə ləhə, mənəm bu iş üçün. Sonra səcdə edəcək ərşin kölgəsində və ona icazə verəcək Allah Teala şəfaətçi olmaq üçün. Buna görə də sevilməlidir. Sevməliyik onu, yaşamalıyıq onun həyat yolunu, tutunmalıyıq onun sünnətindən, tutunmalıyıq əshabının yolundan, hansılar ki yaşayıb onu ilə təsdiqləyiblər onu, kömək ediblər ona, bu yolda canlarından, mallarından keçiblər, fəda ediblər. Deyir ki, Abdullah ibn Məsud, Allah Teala baxdı bəndələrin qəlbinə və Muhammedin qəlbini bəndələrin qəlbinin içində ən xeyirli qəlb gördü. Onu öz nəfsi için seçti, risalesi için gönderdi. Sonra yine baktı Muhammed'den sonra bəndələrin qəlbinə ve əshabının qəlbini en xeyirli qəlb gördü. Onları Peyğəmbəri için vəzirlər etdi, dini için mübarizə apardılar. Onlar Peyğəmbər sallallahu aleyhi ve sellemin səhabələriydi. Ümmətin, əksinə tarixin tanıdığı en xeyirli nəsil idi. En xeyirli əsrin sakinləriydi. Müttəqilərin içindən seçilmişləriydi. Möminlər için nümunə, Müslümanlar için örnəkdilər. Elçilərdən, peyğəmbərlərdən sonra Allah'ın en xeyirli bəndələriydi. Vəsf edib Allah Teala onları öz kitabında kişi adlandırıb, minəl mu'mininə rical, möminlərdən bəziləri kişidir. Sadaku ma'ahadullah aleyh. Allah'a verdikleri əhdə sadiq oldular. Onlardan bəziləri əhdinə vəfalı oldu, şəhid oldu. Bəzisi ise gözləyir və əhdini dəyişmədi. Onlar ilklər idi, birincilər idi, hansılar ki bu dini kamil bir şekilde yaşadılar. Bu din onların simasında tecessüm etti ve aleme bu dini heyrətamiz bir şekilde tetbik ederek gösterdiler. Zulmet gecenin çıraqları, hidayet yolunun güneşleri, ümmetin ağaları, bu ümmetin izzetinin,
şeref tarihinin ünvanları, remizleri Allah Teala onlarla dini izzetlendirdi. Faziletleri ucadır, mövqeyləri değerlidir, tarihleri ətirlidir. Yarışmaqda, xeyirdə hamıdan öndədirlər. Onlardan bəzisi Peyğəmbərin mağarada yoldaşıydı. Bəzisi şeytan onu görəndə yolunu dəyişərdi. Bəzisi Rəhmanın mələkləri ondan həya edərdi. Bəzisi üçün Rəhmanın ərşi titriyib ölümünə görə. Bəzisi bu ümmətin əmini idi. Bəzisinə Allah Teala salam göndərib, cənnətlə müjdəliyib. Bəzisinin əlləri bu dünyada kəsildiyi üçün Allah Teala cənnətdə ona bu əllərin əvəzinə qanad verib cənnətdə uçuracaq. Bəzisi Allah'ı razı salmaq üçün, dinine kömək etmək üçün nəyi varsa bu yolda sərf edib. Bəzisi Peyğəmbər sallallahu aleyhi və səlləm hələ sağ ikən onu cənnətlə müjdəliyib. Bəzisinə mələklər salam göndərib, şücayətli, igid olanları var. Öz elminə əməl edənləri, elmi ilə, halal və haramı biliyi ilə məşhur olanlar, nazil olmuş vəhyin təfsirini, təvilini bilənlər, fəqih, öndərlər, salih, abid, təqvalı zahidlər, bəziləri nəinki qanını, malını, canını sərf edib, əksinə hicrət edib, vətənini, ailəsini tərk edib, hamısı bu dinə, Allah Taala'nın dininə, elçisinə kömək etmək üçün dediyimiz kimi yer üzündə gəzənlər, hansılar ki sağ ikən şəhidlik vəd edib Allah Teala onlara, bəzisi öldükdən sonra Allah Teala açıq aydın, hicabsız danışıb onlarla, onlar məxluqatın içərisində Allah'ın seçdiyi ən saf və ən pak bəndələrdir. Peyğəmbərlərdən, elçilərdən sonra ən xeyirlərdir. Hansı fəzilət bu fəzilətdən daha üstündür? Hansı məqam bu məqamdan daha yüksəkdir? Razı idi Allah Teala onlardan. Onlar da Allah Teala'dan baxmayaraq bundan əvvəl ayrı-ayrı parçalanmış qəbilələr idilər, tayfalar idilər. Kör cahiliyyədə, bir döneminde cahiliye döneminde yaşayırdılar. Aralarında təəssüb çəkdiyi, qövmçülük, müharibə hökm sürürdü. Güclü, zəifin haqqını yiyirdi. Bəziləri qızlarını diri-diri dəfn edirdi. Qadınlara zülm edilirdi. Nəsəbləri ilə, malları ilə fəxr edirdilər. Elə ki Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi. Vəhiy nazil oldu. Nur işıqlandırdı onların yollarını. Əhvalları dəyişdi. Qəlbləri saflaşdı. Kəlmələri bir oldu. İnsanlar üçün ən rəhimli insanlar oldular. Hökümlərində ədalətli, insanlara verdiyi əhdlərinə ən sadiq olanlar oldu. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə olan sevgiləriyle tarix üçün sətirlər yazıblar. Və misallar çoxdur, bəzisinə baxsan kifayət edər. Məsələn, Əbu Bəkr Siddiq radiyallahu anhu mağarada Peyğəmbər sallallahu aleyhi və səlləmin yoldaşıydı, dostuydu. Qorxur Peyğəmbər sallallahu aleyhi və səlləm üçün və deyir ki, ya Resulallah, əgər ayaqlarının altına baxsalar bizi görəcəklər. Və elə zənn edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə çatacaqlar, ələ keçirəcəklər. Onu inanda risalə sahibi həlak olacaq, vəhiy kəsiləcək. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm təsəlli verir ona. Deyir ki, nə zənn edirsən, iki nəfər haqda, üçüncüləri Allah Teala'dır. Sonra ayə nazil edib Rəbbimiz onun haqda qiyamətə qədər oxunan, deyir ki, yoldaşına, dostuna kədərlənmə, Allah Teala bizimlədir. Bu necə sevgidir, bu necə məhəbbətdir. İnsan öz nəfsini unudub, özünü unudub. Peyğəmbər sallallahu aleyhi və səlləmin canı onun üçün daha əzizdir. Ona görə bu sevgi deyilən kəlmələr deyil sadəcə, dillərdə dolaşan sözlər deyil. Bu qəlbin səmimiyyətidir. O mövqedə sabitliydi. Çətin anda fədakarlıqdır. Hudeybiyyə günü Urva ibn Məsud gəlir Peyğəmbərin və səhabələrin yanına sülh bağlamaq üçün. Və hökmdarların yanına gedən bir şəxs olur.
və görüb hökmdarlar necə əzəmətləşdirilir və baxır Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrinə, müşahidə edir onları. Görür ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nə əmr edirsə, əmrini yerinə yetirirlər. O danışdıqda səslərini necə alçaldırlar və ona baxdıqda necə ehtiramla ona gözlərini dikirlər. Sonra qayıdır öz qövmünə, müşriklərin yanına, deyir ki, vallahi hökmdarların yanında olmuşam. Kisranın, Qeysərin, Nəcaşinin sarayında olmuşam. O hökmdarlardan heç birinin əshabı, Muhammedin əshabı onu əzəmətləşdirdiyi kimi əzəmətləşdirmir. Bu onun şahidliyidir hələ səhabə olmamışdan əvvəl. Öz gözü ilə görüb necə səhabələrin sevgisi Peyğəmbər sallallahu aleyhi və səlləmə yansıyır, necə qəlblərini doldurur. Bu dəlildir ki, onların sevgisi iddia deyildi. Dillərdə dolaşan, oxunan nəğmələr, şeirlər deyildi. İtaət idi, tabiçilik idi, əmrini əzəmətləşdirmək idi. Çətin anda onun yanında dayanmaq idi. Uhud döyüşündə, döyüş şiddətli olanda, oxlar Peyğəmbər sallallahu aleyhi və səlləmə yönələndə, Əbu Talhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə cəsədim cəsədinə sipərdir və ən mahir oxçulardan biri idi. Peyğəmbər sallallahu aleyhi və səlləm onun atdığı oxlara baxmaq istəyir, lakin qoymur onu. Deyir ki, atam, anam sənə fəda olsun, ox sənə dəyər, sinəm sinənə, boğazın boğazına sipərdir, yəni səni qoruyur ya Rasulullah. Unudur nəfsini, öz salamatlığını, fikirləşmir özünü, sadəcə Peyğəmbər sallallahu aleyhi və səlləmin qorunması onun fikri idi. O Bədir döyüşündə Abdurrahman ibn Avf deyir ki, səhvdə dayanmışdım, sağıma, soluma baxdım. Hər bir insan kimi yoxlamaq istəyir ki, yanında duranlar kimlərdir, güclüdür yoxsa zəif, və görür ki, ənsarlardan olan iki cavan uşaq, hələ dişləri təzə çıxmış, yəni cavandır. Biri ona deyir ki, əmi, Əbu Cəhli tanıyırsan? Deyir ki, Abdurrahman, sənin ona nə ehtiyacın var? Deyir ki, uşaq, eşitmişəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi söyür, ona əziyyət edir və ümid edirəm ki, bizdən birinin, yəni ikimizdən birinin əcəli yetişənə qədər, bizdən biri ölənə qədər kölgəm onun kölgəsini tərk etməsin. Sonra ikinci uşaq da ondan eyni mənada sual verir, Əbu Cəhlin yerini soruşur, o da onlara işarə edir. Və onlar iki Əbu Cəhli qətl edəndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib ona xəbər verirlər. İki uşaq, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləmin sevgisi ilə, məhəbbəti ilə qəlbi dolmuş, döyüşün vahiməsini qəlblərindən çıxarmış, döyüşün, savaşın qorxusunu onlardan uzaq etmiş. Necə böyük bir sevgi, necə böyük bir bağlılıq. Ona görə də sevgi dediyimiz kimi deyilən kəlmələr deyil ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrini eşidib sonra onu tərk edəsən. Sevgi Peyğəmbərə salavat deyib, sonra o əməlinlə onun sünnəsinə müxalif olmaq deyil. Sevgi məclislərdə onu məd edib, tərifləyib, sonra insanların sözünü onun sözündən üstün tutmaq deyil. Həqiqi sevgi səhabələrin dediyi kimidir, eşitdiyi, itaət etdiyi. Həqiqi sevgi onun əmrlərini əzəmətləşdirməkdir, sünnəsindən tutulmaqdır, onun sevdiyini sevməkdir və onun qadağan etdiyi, çəkindirdiyindən çəkinməkdir. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləmin sevgisi təkcə bəşərin qəlbində deyildi. Əksinə Peyğəmbər sallallahu aleyhi və səlləmi hər şey sevirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm xurma kötüyündən olan, xurma ağacından olan bir kötüyün üzərində xütbə verirdi. Elə ki, minbər düzəldildi onun üçün, tərk etdi o kötüyü, minbərinə çıxdı və deyir ki, səhabələr, elə ki, minbərə çıxdı, kötüy fəryad etdi, inildədi, ağladı. Hətta səhabələr eşitdi onun səsini. Peyğəmbər sallallahu aleyhi və səlləm minbərindən indi, onu qucaqladı, sakitləşdirdi. Və bəzi rəvayətlərdə gəlir ki, dedi ki, cənnətdə mənimlə bir yerdəsən. Və deyir ki, Cəbir radiyallahu anhu kötüyün inilləmə səbəbi bundan əvvəlki zikirləri eşitməsinin daha eşitməməsi idi. Minbərə qalxdıqda o zikirin ondan kəsilməsi idi. Və əgər ağac parçası
kötü Peygamber sallallahu aleyhi ve sellem için belə darıxırdısa, inildiyirdisə, mümin qəlblər onun için niye darıxmasın? Onun sünnəsindən niye tutunmasın? Hayat yolunu niye yaşamasın? Ona niye həsrət çəkməsin? Daxil olur Peygamber sallallahu aleyhi ve sellem bir gün bir kişinin bostanına, ensarlardan olan bir kişinin bostanına ve görür ki orada bir deve var. Ve deve Peygamber sallallahu aleyhi ve sellemi gören kimi gözleri yaşarır. Ve yakınlaşır Peygamber sallallahu aleyhi ve sellem ona sığallayır, onu sakitleştirir. Sonra devenin sahibine der ki Allah Teala sizi onların üzerine sahip edenden sonra bu heyvanlara göre niye Allah'tan korkmursunuz? Mənə şikayet etti. Dedi ki sen onu az koyursan, çok işlədirsən. Deve belə Peygamberin merhametini bildi, tanıdı. Yakınlaştı ona, öz acısını ona şikayet etti. Öyleyse qəlblər niye Peygamber sallallahu aleyhi ve sellemi tanımır? Lakin o öz döneminde sahabeleri, canlı cansız ne varsa tanıyıp o Peygamberi, tanıyıp sadıklığını, samimiyetini, tanıyıp bilip rahmetini, vefasını, adaletini, tanıyıp şücayetini, tevezzükarlığını, Rabbine olan ibadetini ve sevip onu sadık sevgiyle, lakin bununla yanaşı Peygamber sallallahu aleyhi ve sellem özünden sonra gelenleri unutmayıp, vefat edenden sonra ona iman getirenleri unutmayıp bir gün qəbristanlığa çıxır ve deyir ki, kaşki kardeşlerimi görərdim. Sahabeler deyirlər ki, ya Resulallah, məgər biz senin kardeşlerin deyilik? Deyir ki, siz mənim əshabımsınız, kardeşlerim ise hələ gəlməyib. Ve biz ümid edirik ki, biz Peygamber sallallahu aleyhi ve sellemin zikrettiği o kardeşleri olaq, hansılar ki ona iman ediblər, onu görmeden sünnesinden tutunublar, dininde sabittiler. Lakin dikkat edin bir məqama, bilin ki Peygamber sallallahu aleyhi ve sellem həmçinin xəbər verib, bazı insanları hansılar ki qovulacaqlar qiyamət günü ondan, hovzundan, baxmayaraq deyəcək ki ümmətimdir, ona deyiləcək ki sen bilmirsən onlar senden sonra ne ettiler, necə dəyişdilər. Ona göre sevgi hetse mücerred iddia değil. Kim Peygamberi sevirse sabit olmalıdır sünnesinde. Peygamberi sevirse korumalıdır namazları. Sevirse Allah'ın elçisini sadık olmalıdır kelamında. Yaxşı olmalıdır valideynine karşı, ailesine karşı, etrafında olan insanlara karşı, komşusuna karşı. Kim Peygamberi sevirse terk etmelidir zulmü, yalanı, aldatmağı, haram yemeği. Kim Peygamberi sevirse değişməməlidir dinini. Öz havasını Peygamberin hidayet yolundan üstün tutmamalıdır. Bir kişi Peygamber sallallahu aleyhi ve sellemin yanına gelir. Kıyamet saatini soruşmak istəyir. Bir ki sallallahu aleyhi ve sellem ne hazırlamışsan o saat için. Bir ki hiç de elə de çok namaz, sədəqə, oruç hazırlamamışam. Lakin ben Allah ve elçisini sevirəm. Bir ki sallallahu aleyhi ve sellem sen sevdiğin kəslərdən. Ve Enes radiyallahu anh deyir ki İslam'dan sonra Peygamber sallallahu aleyhi ve sellemin bu sözüne sevindiğimiz kimi hiç sevinməmişik. Ben de Peygamber sallallahu aleyhi ve sellemi sevirəm. Ebu Bakır'ı sevirəm. Ömer'i sevirəm. Onların ettiği əməl edə bilməsəm də, lakin ümid edirəm ki onlara olan sevgimlə onlarla beraber olacağım. Eğer sen de Peygamber sallallahu aleyhi ve sellemi sevirsənsə, müjdələn. Lakin sevginde səmimi ol. Peygamberi sevirsənsə, yoluna tabi ol. Sevirsənsə, əməl et ki, qiyamət günü onunla beraber olasan ve korkma ki, bu sevgiye göre qınanasan. Ve bəs edir şərəfin çünkü Peygambere olan sevgine göre qınanırsan. Narahat olma, seven sevdiğine tabi olar. Ve Peygamber sallallahu aleyhi ve sellem kıyamet günü koy bizden onun gözünü sevdiren emelleri görsün. Onu qəzəbləndirən, bizi ondan uzaklaştıran emelleri görmesin. Görmesin ki sünnetini terk etmişik. Görmesin ki ondan sonra ne kadar değiştirmişik. Sabit ola ve vacip olan da budur. Eğer Allah Taala'nı sevirsizsə, mənə tabi olun ki Allah Taala da sizi sevsin. Günahlarınızı bağışlasın. Allah bağışlayan ve rəhimlidir. Ve bilin ki Peygamber sallallahu aleyhi ve sellemin sevgisi o demek değil ki onun haqda həddi aşmalıyıq. Onu ubudiyet, qulluq məqamından
daha yükseğe yükseltmeli. Aksine sevirik onu çünkü Allah'ın quludur, elçisidir. İtaat edirik çünkü Allah Teala onun itaatini öz itaatine bağlayıp tabi oluruq ona. Çünkü sünnəsi nicat yoludur, gəmidir, ona minən xilas olar. Peyğəmbərə salavatı, salamı çox deyin, həyat yolunu oxuyun, əxlaqını öyrədin, övladlarınıza, ailənizə sünnəsindən tutunun, səhabələrini sevin. O səhabələr ki, nəql ediblər bizə bu dini, Quranı, sünnəni, bu dinə kömək olublar. Bu yolda ömürlərini, əməllərini fəda ediblər. Allah'ım səni şahit tuturuq ki, biz Peyğəmbərini sevirik, əshabını sevirik. Allah'ım bu sevgimizi səmimi et, bizə ona gözəl bir şəkildə tabi olan bəndələr et, bizi onun sünnəsində sabit et. Qiyamət günü onun bayrağı altında bizi həşr et, bizə onun hovzundan elə su içir ki, bir daha susuzluq duymayaq. Allah'ım Əbu Bəkirdən, Ömərdən, Osmandan, Əlidən razı ol və digər səhabə və tabeinlərdən, həmçinin möminlərin analarından və bu yolda yaxşılıqla onların yolunu davam edən bütün insanlardan. Allah'ım İslamı müsəlmanları izzətli et. Allah'ım müsəlmanların əhvalını düzəlt, qəlblərini birləşdir, zəiflərinə kömək ol, azlarını doyur. Allah'ım ölkəmizi digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Əqulu mə təsməun və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli dəm fəstəğfiruhu innəhul ğafur rahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyayı vəl mursalin Nebina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tadhakkarun. Fazkurullahal azime yadhkurukum veşkuruhu ala ni'amihi yazidkum ve la zikrullahi akbar.